Azərbaycan kinosunu düşməni deyiləm. Sonra deyəcəklər ki, ancaq dronlarla almış torpağı döyüşə bilmir. Çünki döyüşçü göstərə bilmirlər. Döyüşə bilməyənləri yığırsan, kamera ilə bir dənə xaos yaradırsan, səs-küy verirsən. Döyüşçünün döyüş texnikasını, onların ailəsi tüfürməz mövzunu. Şuşanı deyirlər ki, bıçaqla ələ yalını alıblar, hə? Kim bizdə o döyüşü qura bilər? Mən qurmayım, kim qura bilər? Bizdə Rembolun üstündən belə də keçər bizim döyüşçülər, elə də keçər. Niyə biz onları multfilm kimi göstərməliyik? Dediyiniz kimi xarici filmlərə çəkilirsiniz. Azərbaycanda neçə filmə çəkilmisiniz? Azərbaycanda bəzi filmlər var, açıq heç adını çəkmirəm. Bəzi filmlər olub hardasa bir 5-6 böyük layihə olub, maraqlı layihə olub. Sizcə bu az deyil? Azdır, çünki mən özüm hər layihəyə getmirəm. Burada ancaq belə eləmək olar ki, nə verirsən ver, heç başqa söhbəti də eləmə. Yəni nə yeyəcəksən, harda qalacaqsan, neçə saat işləyəcəksən, birdən sən artıq işləsən necə ola bilər, birdən bir həftə rayonda qalsan, ancaq 2 gün işləyirsənsə, bəs o qalan günlərin ödənişi necə ola bilər? Bunların heç birini heç nəyə danışma. Əsas öz cibli fikirləş. 3-5 nəfər də yığ oradan buran kaskadyor adı ilə apar işlə. Dollarla pul verəndə onu manata çevir, sonra onun yarısını da qoy cibə, onun yarısını onlara ver. Yəni bu yollarla burada işləmək olar hal-hazırki vəziyyətdə. Mən də o cür işləmək istəmirəm. Çünki Azərbaycan kinosunun düşməni deyiləm. Mən Azərbaycan filmində tarixi döyüş səhnəsində istəyir odlu silahla olsun, istəyir qılıncla, qalxanla, atlarla olsun. Mən yola verə bilmərəm və bu mənim tariximdir. 44 gündə mən tanıdığım dostlarımız var. Onlar 44 gündə elə əməliyyatlardan keçiblər, elə şeylər danışırlar ki, elə psixoloji gərginliklər keçiriblər. Biri başın yarısını itirib, biri nə bilim orasını, biri burasını, özü indi də müalicədir. Mən gedim onların işini necə heç eləyim, yəni mən bunu necə eləyə bilərəm? Ermənilər isə baxsın desin ki, nədir bunlar? Sonra deyəcəklər ki, ancaq dronlarla almış torpağı döyüşə bilmirsiniz. Niyə? Çünki bu gün də göstərirlər. Çünki döyüşçü göstərə bilmirlər. Biri avtomatı ona tutub, biri bunun üzünə tutub, biri başına tutub. Avtomatla hərəkət edir, yellənə-yellənə heç hədəfi tuta bilmir, düzgün ox ata bilmir, döyüşə bilmir. Biz hansı tarix şəxsiyyətlərimizdən danışırıq, onlar necə göstəririk? Mən yola verə bilmirəm, ona görə istəmirəm. Bilirsin məsələ nədir? Öz xalqımın düşməni olsun, öz tariximin düşməni olsun, deyərəm ki, əşkənin 5-10 manat qazanmağım nəyim lazım? Mən bunu göstərirəm axı, bunu görürlər. Bunu düşmənlər baxır. Rembo olub olmayıb, amma Rembo baxın, o Rembo, o ona Rembo çağırır, bu bunu Rembo çağırır, yaxşı döyüşçü dedi yəni. Bizdə Rembolun üstündən belə də keçər bizim döyüşçülər, elə də keçər. Rembo kimdir ki, Rembo kimlər? Niyə biz onları multfilm kimi göstərməliyik? Nə vaxt olacaq bəs biz həqiqi atda yaxşı otura bilən, düzgün qılınc döyüşü göstərə bilən, silahlarla, əlibəyaxı nə vaxt olacaq? Biz Şuşanı deyirlər ki, bıçaqla ələ yalını alıblar, hə? Kim bizdə o döyüşü qura bilər? Mən qurmayım, kim qura bilər? Gəlib təbii ki də gedəcəklər yenə də öz tarixinə, öz filminə, öz döyüşçülərinə hörmət etməyə adamları çağıracaqlar, gələcəklər, yola verəcəklər. Mən onu eləmirəm, amma mən ac da qalsam eləmərəm. Antiterror əməliyyatı olub, polislərimiz iştirak eləyib. Mən polislərimizi necə göstərməliyəm? O uğurlu əməliyyatı keçən, orada şəhid alanlar olub. O səhnələri çəkirlər. Mən orada nə etməliyəm? Gəlib yola verə bilərəm. Onların ailəsi tüfürməz mövzunu. Sən olmuş hadisələri göstərsən, sən Qarabağ müharibəsini göstərirsən, döyüş. Bəzi tarixi filmlərimiz var ki, köhnələr daha yaxşı idi indikilərdən. Mən köhnələri analiz edim, görüm köhnələr daha yaxşı idi həqiqətən də. İndi nə edirlər? Türklərdən belə bir sistem götürüblər misal üçün. Çox şey də oradan götürürlər axı bizimkilər. Çox əfsuslar olsun. Çünki türklər başqa ölkələrdən götürürlər, bizimkilər də oradan götürür. Və yaxşı olar ki, o orijinallara baxıb oradan götürsünlər. Döyüşə bilməyənləri yığırsan, kamera ilə bir dənə xaos yaradırsan, səs-küy verirsən, orada köklü bir dəhşət döyüş gedir, it boğuşur. Və döyüşçünün döyüş texnikasını. Biz də döyüşçüyə baxanda bir onun döyüşünü görmək istəyirik, necə döyüşür. Azərbaycan döyüşçüsü, Azərbaycan əskəridir, tarix şəxsiyyəti necə döyüşürlər? Onu niyə göstərə bilmirlər? Çünki onları göstəriləsi adamlar deyil oradakılar. Çünki döyüşə bilmirlər, pis döyüşürlər, səhv döyüşürlər. Texnika o deyil, taktika o deyil, heç nə o deyil.